Bugünü sabahı bir çox şəhidlərimizin məzarını ziyarət edək, ailələrinə başsağlığı verək. Bugün Azərbaycan Respublikasının ən ağır günlərindən biridir. Antiterror şəhidlərimizin bugün il dönümləridir. Bugün mən özümdə bir fəxri boş bilib Füzuli rayonuna, Arxanlı kəndinə gəlib Nailanın yanına gəlməyə, şəhid Yasin qardaşımızın il dönümünü iştirak eləməyə, Yusifin Şəhid Yusif qardaşımız deyilən oradan kəsirik. Şəhid Yusif qardaşımızın il dönümünə, ananın yanına gəlməyə özümüzə bir boş bilib, onun yanında olub, burada iştirak eləməyə bir qürur bildim. Bugün yəni, 3-cü tədbirimdir. Şəhid evlərindən, antiterror şəhidlərimizin 3-cü gəldik ananın yanına. Ana, Allah sənin balanı rəhmət eləsin, ruh şad olsun. Amin. Allah yerində iş sənin eləsin. qardaşın da yerin cənnət eləsin. Bugün bir fəxrlə, bir qürurla sənin yanına gəldik. Bugün bu qardaşımızın evinə, ocağına, bugünkü gözəl anaların yanında olmaq mənim üçün bir qürurdur, fəxridir. Sizin kimi analarımız, sizin kimi gözəl şəhid qürurları bizim üçün bir fəxridir, bir qürurdur. Ona görə ki, siz yaşayırsınız, balalarınız yaşayacaq. Siz nə də varsınız, biz o qədər sizin yanınızdayıq. Biz düzdür, hər zaman şəhidi unutmayacağıq, şəhidlərin yanında olacağıq, hər zaman. Həmə siz özünüz nə qədər gözəl ömrünüz varsa, balalarınız gözəl yaşayacaq. Allah sizə uzun ömür, can sağlığı versin. Amin. Bugünkü antiterror şəhidlərimizin hamısının ruhu şad olsun deyirəm, yerlər beşli olsun. Amin. Hər birinin anasına səbr arz edirəm. Hər Amin. birinin körpəsi var, ailəsi var, onların ruhları şad olsun deyirəm. Hər birinin anasına, övladına, atalarına səbr arz edirəm. Amin. Övlad ağır itkidir itirmək. Onu analar, atalar bilir. Onu yaşayanlar bilir. Bilirəm, sizin üçün bugün çox ağır, aciz gündür. Həmən neynəmək olar? Gör nə gözəl anasan ki, sənin balaların səni cənnətin ən gözəl mələk anası eləyib. Bütün Azərbaycan xalqı səni tanıyıb. Bugün biz Yusuf'un qardaşımız, Yasin qardaşımızın sayəsində sən yana gəlmişik. Allah sənə o bala rəhmət eləsin deyirəm. Amin. Allah cəm şəhidlərimizin yerin cənnət məqamını uca eləsin. Allah bu qəhrəman qardaşlarımın, uşaqlıq dostlarımın yerlərini cənnət eləsin.